Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə zər məsələlərini, yəni ehtimal məsələlərinin bir hissəsi olan zər məsələləri ilə bağlı qaydaları izah edəcəyik. Bu qaydalara diqqətlə baxın. İmtahanda da qarşınıza ya bir zərlə, ya da ki, iki zərlə bağlı suallar çıxa bilər. Əvvəla onu deyək ki, bir zər atıldıqda niyə məxrəcə 6 yazılır? Yəni qaydalar belədir ki, bir zər atılıbsa məxrəcə mütləq 6 yazmalıyıq. Bunun səbəbi odur ki, bir zərin 6 üzü var. 1, 2, 3, 4, 5 və 6. Yəni zər deyəndə bizim bildiyimiz nərd zərindən söhbət gedəcək və onun 6 üzü var. Yəni siz bunu atanda 6 dənə ehtimal var. 6 versiya var. Ya 1 düşər, ya 2, ya 3, ya 4, ya 5, ya 6. Ona görə məxrəcə hər zaman 6 yazılır. Məsələn, indi gəlin versiyalarımıza baxaq. Bir zər atıldıqda tutaq ki, deyir ki, cüt ədədin düşmə ehtimalı. Cüt ədədin düşmə ehtimalı. Siz bilməlisiniz ki, maksimum 6 versiya var. Ona görə məxrəcə 6 yazılır. Cüt ədədlər də hansılardır? 2, 4, 6-dır. Yəni 6 üzdən sadəcə 3-ündə bizim o cüt ədəd anlayışımız var. Ona görə biz burada yazacağıq 6-da 3. Yəni bu da ixtisar gedir 2-də 1. Zər bizə deyir ki, yəni riyaziyyat bizə deyir ki, zəri 2 dəfə atanda birində cüt düşməlidir. İndi atacağıq, düşməyə də bilər. Bu sadəcə ehtimaldır. Yəni bəzən müdavim gedir evdə yoxlayır, deyir ki, ay müəllim, atdım düz olmadı. Siz bizə səhv öyrətmisiniz. Ödənişi geri qaytaracaq. Hə. Amma burada əsas məsələ odur ki, yəni riyaziyyat deyir ki, ehtimal bunu göstərir ki, sən bu zəri hər 2 dəfə atanda, bir atdım, tək ədəd düşdü. İndi riyaziyyatın dediyinə görə, həm də bunu əyani olaraq yoxlamış olacaq. Mən bu zəri atanda cüt düşməlidir. Riyaziyyat deyir. Düşməyə də bilər də bəxtim gətirməsin. Amma riyaziyyat deyir ki, düşəcək. Və görürsünüz düşdü. Nətər düşdü. Yəni düşməsə belə narahat olmayın. Siz bunu imtahanda hər zaman 2-də 1 kimi götürə bilərsiniz. Deməli zəri hər 2 dəfə atanda biri cüt düşəcək, biri tək düşəcək. Riyaziyyatın dediyinə görə əyani olaraq da göstərdik. Təbii ki, növbət dəfə yoxlayanda ola bilər ikisi də tək düşsün, ikisi də cüt düşsün. Bu şans məsələsidir. Biz sadəcə riyazi olaraq ehtimalımızı deyə bilərik. Məsələn, deyir ki, bir zər atdıqda 5 yazılan üzün düşmə ehtimalı. Bir zər atdıqda. Sən bu bir zər atanda, bax 1, 2, 3, 4, 5 və 6 dənə versiya var qabağında. Yəni bu bir dənə zər atanda 6 dənə üz düşə bilər. Hələ atmamısan ki bunu. Atana qədər sənin qarşında 6 versiya var. Ona görə məxrəcə 6-nı yazdın. 5 yazılan üzü isə sadəcə bu 6-dan birində düşə bilər. Yəni ona görə səndən soruşsa ki, 5 yazılan üzün düşmə ehtimalı nə olacaq? 6-da 1 olacaq. Çünki sən zəri 6 dəfə atsan, birində 5 yazılan üz düşə bilər. Gəlin bunu da yoxlayaq hər ehtimala qarşı. Deyilənə görə 6 dəfə bu zəri atanda birində 5 düşə bilər. Gəlin baxaq. Birinci cəhdimiz, ikinci cəhdimiz, üçüncü cəhdimiz, dördüncü cəhdimiz, 5-ci cəhdimiz burada 1 düşmüşdü, görməyənlər üçün və güya indi atanda 5 düşməlidir. Düşməyə də bilər, narahat olmayın. Və düşmədi təbii ki. Amma bu o demək deyil ki, riyaziyyat yanlışdır. Riyaziyyat onu sadəcə adı üstündə ehtimal edir. Yəni riyaziyyat düşünür ki, bu zəri 6 dəfə atanda birində 5 yazılan üz düşə bilər. Yəni siz bunun nəzəri hissəsinə önəm verin. İmtahanda çünki əlinizdə zər olmayacaq. Qələm olacaq, vərəq olacaq və nəzəri biliyiniz olacaq. Deməli 5 yazılan üzün düşmə ehtimalı 6-da 1-dir. Və yaxud da deyir ki, bir zər atılanda 3-dən kiçik ədədlərin düşmə ehtimalı. Bir zər atıldıqda. Heç düşünmədən bir zər atılıbsa məxrəcə 6 yazıram. Bu bizim standart qaydamızdır. 3-dən kiçik neçədən üz var? Bu üz və bu üz. Başqa üz 3-dən kiçik deyil. Qalan hamısı ya 3-dür, ya da 3-dən böyükdür. Deməli 6 üzdən sadəcə ikisi 3-dən kiçikdir. Yəni nə yazacağam? 6-da 2 yazacağam. Yəni nə yazacağam? İxtisar gedəcək. 3-də 1 yazacağam. İndi bizə riyaziyyat deyir ki, zəri 3 dəfə atsam, birində 3-dən balaca ədəd düşəcək. Yəni ya 1 düşəcək, ya 2 düşəcək. Yoxlayaq, zəri 3 dəfə atanda görək 1 və 2 düşəcəkmi? Atdım, 4 düşdü, olduğu kimi göstərirəm sizə. Atdım, 3 düşdü. İndi atanda riyaziyyata görə ya 1 ya 2 düşməlidir. Görək düşürmü? 4 düşdü. Təbii ki, hər dəfədə riyaziyyat doğru olmayacaq. Yəni ehtimaldır bu sadəcə. Bunu özüm eləyirəm ki, evdə eləyib alındıra bilməyəndə problem yaşamayasınız. Amma imtahanda siz bunun cavabını 3-də 1 götürməlisiniz. Ehtimaldır da adı üstündə. Dəqiqdir demir ki, ehtimaldır. Fərz eləyir, düşünür, hesablayır.
riyazi olaraq ortaya qoyur. Təbii ki, hər şey həyatda hesabladığımız kimi getmir ki. Adi toyda düşünürsünüz ki, filan kəsin yanında otuzduracam, filan kəsin toy başlayır, aləm dəyir bir-birinə. Qonşular bir yerdə oturmaq istəyir, qohumlar bir yerdə, biri 3 uşaqla gəlir və s. dava çıxır toyda. Ona görə ehtimal sadəcə nəzəri biliklərə əsaslanan bir şeydir. Deməli müəllim, ehtimal məsələlərində hər zaman bir zər atılanda məxrəcə nə yazılır? 6 yazılır və şərtə baxırsan. Cüt düşmə ehtimalı bilirsən də zərin üzərində yazılan ədədlər 6-ya qədər ədədlərdir. Cütlərin sayı 1, 2, 3 dənədir. 6-da 3. Nə bilim, təklərin sayı 1, 2, 3 dənədir. 6-da 3. İxtisar gedir 2-də 1. Nə bilim, 5-dən kiçik ədədlər 1, 2, 3, 4 dənədir. 6-da 4 və s. Yəni bunu yazmaqda bir probleminiz olmamalıdır. Bir çətinlik, narahatlıq heç bir zaman bir zərdə olmamalıdır. Yaxşı ay müəllim, bəs nə üçün 2 zər atanda 12 yox 36 yazırıq? Bax, çox müdavim bu sualı verir mənə. Səbəb nədir? Gəlin göstərək. Baxın, bir zər atıldıqda, bax, qaydamız bu oldu. Bir zər atıldıqda məxrəcə 6 yazılır. Qalanı şərtə əsasən baxılır. 2 zər atıldıqda məxrəcə 36 yazılır. Səbəbi nədir? Baxın. Bu soldakı zərin bir üzünə, bunun biri düşsə. Bu bir ehtimal. Birin biri. Sonra bax, soldakini dəyişməyəcəm, sağdakini dəyişdim. Bax, birin biri, birin ikisi, birin üçü, birin dördü, birin beşi, birin altısı. Bir üzlə 6 versə yaratdı mı bu? Yaratdı. Keçirəm indi ikinci üzə. 2-nin biri, 2-nin ikisi, 2-nin üçü, 2-nin dördü, 2-nin beşi, 2-nin altısı və s. Yəni, hər bir dənə üz qarşı zərin 6 üzündən versiya yaradır. Biri 6-sıyla yaradır. İkinci olanda yenə 6-sıyla, üçüncü olanda yenə 6-sıyla. Hər bir üz 6-sıyla yaradırsa 6-nı 6-ya vuraram, 36 versiya yaranır. Hazırda bunu öyrənmə hissəsində idi. Mən bunların hamısını bir-bir sizə yazacağım. Baxın, birin biri, birin ikisi, birin üçü, birin dördü, birin beşi, birin altısı. Oldu mu? 2'nin biri, 2'nin ikisi, 2'nin üçü, 2'nin dördü, 2'nin beşi, 2'nin altısı. 3'ün biri, 3'ün ikisi, 3'ün üçü, 3'ün dördü, 3'ün beşi, 3'ün altısı. 4'ün biri, 4'ün ikisi, 4'ün üçü, 4'ün dördü, 4'ün beşi, 4'ün altısı. 5'in biri, 5'in ikisi, 5'in üçü, 5'in dördü, 5'in altısı, 5'in beşi, 5'in altısı. 6'nın biri, 6'nın ikisi, 6, 3, 6, 4, 6, 5 ve 6, 6. Sayabilirsiniz 36 tane versiya var. Bax, buna görə məxrəcə 36 yazılır. Yəni 36 tane versiya yanılır. Hər bir üz digər zərin 6 üzündən versiya yaratmış olur. Yaxşı, gəl bir sual verək. Sualımız belədir. 2 zər atılıb. 2 zər. Yəni bu suallar 2 zərə aid olacaq. 2 zər atılıb. Düşən xalların cəminin 6 olması. Düşən xalların cəmi 6 olsun. Məxrəcə 36 mı yazdım? Düşən xalların cəmi necə 6 ola bilər? Bax, sol zərə 1 düşər, sağ zərə 5 düşər. Bax, 1'in 5'i. Bu bir versiya. Yazdım bura. 1'in 5'i. Burada da göstərə bilərik. Bax, 1'in 5'i. Bir də fikir ver. Sola 5 düşər, sağa 1 düşər. Bu da təzə versiyadır. Çünki bu zərə 1 düşmüşdü, 5 düşməmişdi. Buna 5 düşəndə artıq yeni bir versiya yaranır. Ona görə bunun yerini dəyişirəm, 5'in 1'i də yazıram. Cəmi neçə verir? 6 verir. Hə Allah. Getdi. 1'dən sonraki ədədimiz nə gəlir? 2 gəlir. 2'nin 4'ü. Yazdım bura 2'nin 4'ü. Yəni buna 4 düşməyib ki? Xeyr. Buna 4 düşsə təzə versiya yaranacaq? Yaranacaq. Yazıram. 4'ün ikisi. Bu qədər sadə. Sonra 3'ün 3'ü. Cəmi 6 verəndə 3'ün 3'ü. Ay müəllim, niyə bunun yerini dəyişmirik? Bunun yerini dəyişsən, buna 3 düşüb də. Yəni təzədən nə yazın buna? Bax, bayaq 2 düşürdü, 4 düşməmişdi. 2, 4 eləyirdim. Təzə bir üz yaradırdım. 2, 4. Amma buna 3 düşüb, buna da 3 düşüb. Nətər eləyim? Bunların yerini dəyişsəm də eyni şeydir, dəyişməsəm də eyni şeydir. Yəni bu zərə artıq 3 düşübsə, təzədən 3'ün 3'ü yazmağımız eyni zərə eyni ədədi yazmaqdır. Yəni ortaq olan şeylər ikisi də eyni ədədlər. Yerlərini dəyişməyin mənası yoxdur. Bax, 1, 5, 1, 5. İndi mən bu zərlərin yerlərini dəyişməyəcəm. Üzərində ədədləri dəyişəcəm. 5'in 1'i. Təzə versiyadır, təzə versiyadır. Amma 3'ün 3'ü də təzə versiya yarada bilmərəm.
Yəni biz burada 5 ilə 1-in yerini dəyişəndə bəzən müdavimlər elə bilir ki, biz zərlərin yerini dəyişirik. Xeyr, zərin üzündəki ədədlərin yerini dəyişirik və təzə versiya yaradır. Burada 3-ün yerini dəyişsə nə olacaq, dəyişməsə nə olacaq? Eyni şeydir də bu. Ona görə eyni ədədlərin yeri dəyişmir. Bu qədər sadə. İndi 1 versiya, 2 versiya, 3, 4, 5 versiya. Cavab oldu 36-da 5. Deməli 2 zər atıldıqda cəminin 6 olması ehtimalı nəyə bərabərdir? 36-da 5-ə bərabərdir. Başqa sual verək. 2 zər atılıb hasili 8 olsun deyir. Hasili 8. Yenə deyirəm, mən imtahanda zər olmayacaq da əlinizdə. 1-dən 6-ya qədər ədədlər olacaq əlinizdə. Hə, bax görüm, nələri bir-birinə vursan hasil 8 verir. Təbii ki 2 və 4. Baxın. 2 və 4. 2, 4 bir versiya. Bir də 4 və 2. Bu da ikinci versiya. Başqa bir-birinə vuranda 8 olan versiya yoxdur. Bəzən müdavim yazır. Müəllim 1 vur 8. Hanı 8? 8 var burada. 6-ya qədərdir. 1 vur 8 deyə bilmərsən. 2 versiya var. Nə olacaq? 36-da 2. Qutardı getdi də. Nə var ya burada sənin çətin bir şey? 36-da 2. Doğrudur. Yaxşı, belə sual verək. 2 zər atılıb düşən xalların cəmi 5, hasili 4 olsun. Düşən xalların cəmi 5, hasili 4 olsun. Bax, bu şərt ikisi də eyni vaxtda ödəməlidir. Yadda saxla. İkisi də eyni vaxtda. Yəni elə 2 dənə də tapmalısan ki, onları bir-birinə vuranda 4 eləsin, toplayanda 5 eləsin. Təbii ki, bax buradan 1 və 4-dür. 1 və 4-ün cəmi 5 verir. Hasili 4 verir. Yazdım bura. 1, 4. Təbii ki, buna 4, buna 1 yazanda da yeni versiya yaranır. Bəzən müdavimlər burada cəmi üçün və hasili üçün olduğuna görə alınan cavabı 2-yə vurmaq istəyirlər. Xeyr, zərdir, ədəddir. 1, 4. Sən bunu 2 yerdə istifadə edirsən, 5 yerdə istifadə edirsən, bu zərə maraqsızdır. Zərin yarada biləcəyi 2 versiya var. Ya 1, 4, ya 4, 1. Neçə versiya oldu? 2 versiya oldu. Cavabımız da oldu 36-da 2. Qutardı getdi də. Nə var burada sənin üçün çətin bir şey? Nə var burada sənin üçün çətin bir şey? Yəni heç bir çətinlik yoxdur. İstədiyin nəticəni də, yəni bunlar olmadan da təbii ki, ədədlərə baxaraq da, buradakı versiyalara baxaraq da sən hesablaya bilərsən. Bax, burada dediklərimi burada göstərim. Cəmi 6 olan versiyalara baxaq. 1-in 5-i, 2-nin 4-ü, 3-ün 3-ü, 4-ün ikisi, 5-in 1-i. 1, 2, 3, 4, 5 dənə versiya. 36-da 5. Hasili 8 olan versiya. 2-nin 4-ü bu. Bir də 4-ün ikisi bu. Görürsünüz 2 versiya. Cəmi 5, hasili 4 olan versiya. 1, 4, 4, 1. Qutardı. 2 dənə versiyamız var. Yəni istəsən bu sualların hamısı öhdəsindən gəlmiş ola bilərsən. Əlaqə nömrəmizi xatırladaq. 055 527 2599 WhatsApp nömrəmizə yazaraq bizim həm ödənişli, həm ödənişsiz sınaqlar, suallar, testlər, dərslər qrupumuzdan yararlana bilərsiniz. Son olaraq sizə tapşırıq olaraq veririk. Videonun altına rəy bölməsinə açıqlama ilə bir yerdə yazacaqsınız. 2 zər atılıb. Düşən xalların cəminin 7 olmaması hadisəsinin ehtimalını tapın. Yəni olmasını bildinsə, olmamasını görmək daha rahatdır. Biraz baş işlət. Videonun rəy bölməsinə mütləq bunu qeyd elə. 7 olmaması hadisəsinin ehtimalını tap. Videomuzu bəyənin, paylaşın. Videonun rəy bölməsinə hansı mövzudan bu şəkildə izahlar istədiyinizi qeyd edin. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, hələlik.